Salamlar, saygılar əziz soydaşlarımız. Çox sağ olun ki, Güney mövzusuyla maraqlandığınız üçün. Bizi buna baxmayaraq ki, müharibədə atəşkəs elan edilibdi İran hakimiyyətindən Amerika dövlətinin arasında və bir dəfə də müzakirələr gedib. Hələlik atəşkəsi pozan yoxdur. Amma müharibənin fəsadları özünü göstərir. Güneydə, xüsusilə Təbrizdə, Urmuda, Zəncanda çoxlu yerin bombalanmağı və aradan getməyi, xüsusilə sənəti yerlərin, o sənayelerin və iş yerlərinin aradan getməsinin fəsadları yavaş-yavaş özünü göstərir və bekarçılıq və belə məlumatlar gəlir ki, 10 milyon nəfərdən artıq İranda bekarçılıq olacaq. Əlbəttə, mən bu rəqəmi düzgün bilmirəm özüm. Bahalıq da gərgin vəziyyət, hər gün neçə qat birdən zada eləyir, bahalanır yemək və ərzaq zatları, şeyləri. Onun üçün bu belə gərgin vəziyyət vardı. Buna baxmayaraq ki, internet kəsilib, informasiya kəsilib və informasiya yoxdur. Beləliklə, mən düşünürəm ki, İranda bir dənə aclıq prosesi gedəcək. Ondadır ki, hər nə özünü göstərəcək və etirazlar, gərgin etirazlar başlamaq imkanı yaranacaq. Çünki hakimiyyət eləyənməyəcək millətin, xalqın istəklərini verə. Telefonlar kəsilibdir, internet yoxdur, informasiya çox çıxmır. Hətta məsələn belə vəziyyət gəlibdir ki, Təbrizdə, türmələrdə, həbsxanalarda bir vədə yemək də, düzəməlli yemək də vermirlər. Yəni bu İranda və xüsusilə Azərbaycanda nə qədər vəziyyətin gərgin olmağını göstərir. Allah millətimizə, xalqımıza aclıq və problemini göstərməsin. Sağ olun, təşəkkür edirəm dübarə bu video məndən istədiyiniz üçün. Minnətdaram ki, Güney məsələsi ilə maraqlandığınız üçün.